Darovtsoy eğlence saati. Darovtsoy adlandırdığımız bu eğlence saati Playtime.com'un en büyük ve en vəhşicə soyqırımı olubdur. Darovtsoy özü isə çox belə vəhşicə Hagiwagi sırasıyla Mummy Longlegs, Kisimisi, Bugsy Boo, Catnap kimi bizim bildiyimiz bizim bildiyimiz yaratıkların vəhşicəsinə soyqırım, yəni insanları öldürdüyünü burada müşahidə edirik. Darovtsoy özü də ki, Poppy Playtime'ın hekayəsini böyütməyimizə ən çox kömək olan, hekayələr və teorilər uydurmamıza ən böyük səbəb olan videolardan biridir və soyqırımlardan biridir. Poppy'nin Chapter 3'də göstərdiyi bu videoda gördüyümüz kimi hər şey darmadağın və hər şeyin qanlı şiddət içərisində gördüyümüz həmin o video kimisinin qanını dondurdu və izləməyə cəsarət edəmədi. Kimisi isə bu videolardan bəzi şifrələr çıxartdı. Mən də deməyim odur ki, Darovtsoy adlandırdığımız bu qətlə yetirmə, çox böyük qətlə yetirmə. Bu hadisə haqqında danışdığımıza görə indi bu hadisədə teorilər ürətmə zamanı da gəldi. Burada Darovtsoyda Hagiwagi canlanır və insanları vurmağa başlayır. Burada insanları vurarkən Hagiwagi'nin bilinç qazandığını və buradan bezdiyini göstərişidir və Hagiwagi bezdiyi için insanlara vurur. Keçdi Mummy Longlegs'e. Mummy Longlegs həmçinin Hagiwagi kimi qollarını uzadaraq insanlara vurmağa başlayır və tək-tək açıqlamayacağım. Hamısı da belədir. Bunlardan səbəbi isə Elliot Ludwig adlı bir adam bunları icad edir və bir sırasıyla fabrikaya qoyur. Və ən belə qırıcı, ən belə vəhşicə olan yer isə, soyqırım yeri isə Playcare, yəni yetimlərin olduğu ərazi olur. Niyə onu ən vəhşicə deyirik? Çünki Playcare uşaqların olduğu bir yer olduğu üçün Catnap Playcare'ı təkcə yekə, yəni yaşlı adamları, təcrübəli adamları öldürməklə qalmayıb, 8-9 yaşındakı uşaqları da öldürür və bu məncə daha da vəhşicəsinədir. Bir səbəb isə Playcare, Elliot Ludwig elə vəhşi adam olub ki, yəni elə belə necə deyim, adam olub ki, yəni belə vicdansız, acımasız uşaqları oyuncağa çevirən əməliyyat olur. Və burada elə bir uğursuz keçənləri isə öldürürlər. Bilirəm ki, Poppy Playtime Chapter 3 çox öncədən çıxıb, yəni çox əvvəldən çıxıb və indi Chapter 5 çıxıb. Bilirəm bunu və ilk videomda, ilk gizəmi də budur. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Sağ olun, salamat qalın.